az səslənir. Deyirlər ki, güya bizim yəni Azərbaycan Xalq Cəbhəsi, Müsavat Partiyası, yəni bizlər güya demişik ki, Azərbaycanın yolları qızıldan olacaq. Əgər Azərbaycan müstəqil olsa. Bu, təbii ki, əgər kimsə də bu ifadəni səsləndiribsə, burada söhbət sözün hərfi mənasında yolun qızıldan olmasından getməyib. Yəni, Azərbaycanda yüksək səviyyəli yolların, yüksək səviyyəli kommunikasiyaların, yüksək səviyyəli həyat səviyyəsindən olmasından gedib. Və əgər doğrudan da Azərbaycanda korrupsiya və rüşvətxorluq olmasa, Azərbaycanda oğurluq olmasa, Azərbaycanda düzgün kadr siyasəti aparılsa, Azərbaycanın vəsaitləri düzgün istiqamətə yönəlsə, Azərbaycan, məsələn, Qətər səviyyəsində yaşayacaq, Amon səviyyəsində yaşayacaq bir dövlətdir. Niyə, mən demişəm bu sözü əvvəllərdə, niyə bizim heç də erudisiyasına görə, intellektinə görə Azərbaycan xalqından üstün olmayan, yəni hər bir xalqın öz üstünlükləri var, mən özümüzü ərəblərdən üstün saymıram, onları da bizdən üstün saymıram. Yəni, o da bir millətdir, biz də bir millətik, bizim də yüksək üstün cəhətlərimiz var, onların da üstün cəhətləri var. Amma necə olur ki, bir çox hallarda, məsələn, iqlim şəraiti Azərbaycandan qat-qat pis olan, həyat şəraiti Azərbaycandan qat-qat pis olan, inkişaf imkanları Azərbaycandan qat-qat çətin olan, neft ölkəsi olan ərəb ölkələrinin əksəriyyətində insanlar milyonçular kimi yaşayırlar. 10 il ərzində, 20 il ərzində böyük bir yüksəliş, böyük bir inkişaf gedir bu ölkələrdə, ərəb ölkələrində. Mən hələ Avropa ölkələrində, qərb ölkələrində demirəm. Amma Azərbaycanda yox. Niyə? Azərbaycanda sanki, məsələn, ərəb şeyxləri təbii ki, çox yüksək həyat səviyyəsi yaşayırlar. Diktatordurlar, diktatura rejimi qurublar. Amma ərəb xalqı da acından ölmür. Ərəb ölkələrinin bir çoxunda fəhlələr Pakistandan, Kanadadan, Avropadan gəlirlər, fəhlə işləyirlər. Avropanın, Şərqi Avropa ölkələrinin adamları ərəb ölkələrində bu fəhlə işləri, xidmət işlərində onlar çalışırlar, onlar işləyirlər. Niyə Azərbaycanda bu məsələlərin olmasının qarşısı alınıbdır? Niyə buna imkan verilmir? Hər yerdə insanların çörəyini kəsməyə çalışırlar. Hər yerdə adamların həyat şəraitinə maneçilik törətməyə çalışırlar. Yəni, bütün sahələrin üzərinə əl qoyublar. Məsələn, Qazaxstanda da korrupsiya var. Amma Qazaxstanda bütün sahələr hakimiyyətin nəzarəti altında deyil. Hər sahə üzərində monopoliya yoxdur. Xüsusi sahələr üzərində monopoliya var, amma hər sahə üzərində monopoliya yoxdur. Tamamilə azad sahələr var. Məsələn, ərzaq təminatı, taxıl, tikinti materialları filan, bu tipli məsələlər monopoliyada deyil. Azərbaycanda hər bir sahə monopoliya altındadır. Hər şeyi nəzarət altına alırlar. Yəni, Azərbaycan xalqına qarşı bu davranış düşmənçilik davranışıdır və bu davranışlara son qoyulmalıdır. Çünki cəmiyyət narazıdır. İndi Naxçıvanda olan korrupsiya faktlarından danışırlar. 3 nəfər həbs olundu. Məlum oldu ki, elə Naxçıvanın təxminən 1 illik bütövlükdə bu ərazinin, respublikanın büdcəsi qədər bu 3 nəfər vəsait mənimsəyir. Özə də təsir ilə yaşayır. Hələ belə iddialar var ki, Vasif Talıbov tərəfindən 30 milyard vəsait mənimsənilib. 30 milyard həqiqətən çox böyük bir puldur. Yəni, bu çox böyük bir rəqəmdir. Əgər Naxçıvanda 30 milyard mənimsəmək mümkündürsə, görün Azərbaycanda nə qədər mənimsəmək mümkündür. Və hər kəs də bilir ki, nə qədər mənimsəmək mümkündürsə, o qədər də mənimsənilir. Yəni, heç vaxt orada nə bir intellekt, nə bir zadəgan düşüncəsi ki, bu xalqın malıdır, buna kəm baxmaq olmaz. Yəni, belə düşüncələr təəssüf ki, o vəsaitləri mənimsəyən, xalqın çörəyini onun boğazından kəsərək alanlarda təəssüf ki, elə düşüncə yoxdur. Yəni, insanların dolanışığının qarşısını alıb, elə kənd yerində də, şəhər yerində də, hər sahədə o vəsaitləri təmərküzləşdirib ələ keçirtmək hünər sayılır, bu qabiliyyət sayılır. Və bununla fəxr edirlər, bununla öyünürlər. Bunu özlərinin çox böyük bir bacarığı hesab edirlər. Əslində bu bacarıq deyil. Bacarıq insanların yaşamasına şərait yaratmaqdır. Əraziləri inkişaf etdirməkdir. İnsanların maddi rifahını yaxşılaşdırmaqdır. Əmək haqlarını artırmaqdır. Pensiyaları artırmaqdır. Uşaq pullarını verməkdir. Yerlərdə abadlıq işlərinin yüksək səviyyədə aparılmasıdır. Ölkənin bütün ərazisində yüksək keyfiyyətli yolların salınması, elektrik sisteminin qurulması, internet sisteminin qurulması, xarici ölkələrə səfərlər olarkən o uçaq biletlərinin ucuz həyata keçirilməsi, səhiyyə sahəsinin yüksək səviyyəyə qaldırılması və s. Dünyanın bir çox ölkələrində səhiyyə gerçək olaraq pulsuzdur. Yəni, vətəndaşlar belə cüzi simvolik vergi verirlər.
və bunun əvəzində sığorta pulu verirlər və bunun əvəzində onlar istənilən xəstəlikdən bilirlər ki, təminatlı şəkildə müalicə olunacaqlar. Yəni dünyada mövcud olan sistemlər var. Velosiped kəşf etməyə ehtiyac yoxdur. Yəni dünyada mövcud olan sistemləri həm səhiyyəyə aid etmək olar, həm təhsilə aid etmək olar, həm sosial sahəyə aid etmək olar. Bütün məsələlərlə əlaqədar hakimiyyət deməli dünya bazarı sisteminin, azad bazar sisteminin, liberal iqtisadi münasibətlər sisteminin qanunlarını qəbul etmir. Sanki misal çəkirəm. Biznes kimi baxırlar. Bəli, misal çəkirəm. Məsələn, Qarabağda iş gedir, sahələr əkilir, orada yol tikilir, orada elektrik təchizatı aparılır. Bu tenderləri kim udur? Bu tenderlər harada keçirilir? Bu tenderlərin qalibləri kimdir? Kim onları müəyyənləşdirir? Bu şəffaflıq hardadır? Bəli. Niyə bundan heç kəsin xəbəri yoxdur? Heç kəsin xəbəri yoxdur. Tenderlər keçirilir. Öz aralarında. Hətta indi mən dəqiqləşdirilməmiş məlumat olduğu üçün demirəm. Məsələn, konkret olaraq sahələr var ki, deyir elə o sahənin nazirinin biri qardaşı oğludur, biri öz oğludur, biri bacısı oğludur. Yəni bu şəkildə tenderlər bu adamlar tərəfindən udulubdur və bu adamlar o layihələri həyata keçirdir. Yəni bu şəkildə bu məsələlər görünür. Amma qiymətlər məsələsinə gələndə hakimiyyət nümayəndələri səs-səsə verib deyir, azad bazar iqtisadiyyatıdır. Bazar qanunlarına uyğun olaraq qiymətlər qalxır. Necə olur? Bərabər hüquqlu rəqabət şəraiti olmayanda bazar yoxdur. Vergi gedib rüşvət alanda azad bazar yoxdur. Gömrük rüşvət alanda azad bazar yoxdur. Sahələr üzərində monopoliya qoyulanda azad bazar yoxdur. Tenderlər təyin olunanda onun qalibləri müəyyənləşdiriləndə azad bazar yoxdur. Amma qiymətlər məsələsi ortaya çıxanda, aha, azad bazar sistemi var, qiymətləri bazar müəyyənləşdirir. Pensiyalar verilməsi məsələsi ortalığa çıxanda sosial dövlət deyil, burada rəqabət şəraiti var, ona görə biz, məsələn, kimlərəsə güzəştlər eləyə bilmərik. Azad bazar qanunları bunu tələb edir və s. Azad bazar qanunları yalnız xalqa qarşı istifadə olunanda mı qüvvəyə minməlidir? Yoxsa bu bütün sahələrə aid olmalıdır. Yəni belə bir anormal idarəçilik sistemi Azərbaycan cəmiyyətində çox ciddi təbəqələşmə yaradıbdır. Yəni Azərbaycanda çox varlı yaşayan, ehtiyacı olmayacaq dərəcədə varlı olan, yəni ehtiyaclarını 10 dəfələrlə üstələyən maliyyə imkanlarına, maddi imkanlarına malik olan bir 5%, 10% əhali var. Bir təhər orada, burada bu kimlərinsə xidmətində olan şirkətlərdə çalışan da bir 5-10% əhali var. Amma əhalinin əksəriyyəti acınacaqlı vəziyyətdə yaşayır. Əhalinin 60%, 70%-i gündəlik çörək pulu barədə düşünür. Gündəlik təhsil haqqı barədə düşünür. Gündəlik sağlamlığının hansı şəkildə qoruyub saxlayacağı barədə düşünür. Pensiya barədə düşünür. Yəni belə bir anormal vəziyyət yaranıbdır və bu vəziyyət mütləq aradan qalxmalıdır. Yəni bu Azərbaycan cəmiyyəti, Azərbaycan dövləti bu şəkildə idarə olunmamalıdır. Yəni bu idarəçilik sisteminə son qoyulmalıdır.